Bizdə hər şey tərsinə işləyir. Niyə? Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin bir qrup əməkdaşını tərəqqi medalı ilə təltif edib. Qəti təəccüblənmədik. Kim millətə qarşı gəlir, maaşı da qaldırır, təltif də edir. Sərəncamda deyilir ki, onlar vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sayəsində xidmətlərinə görə bu medala layiq görülüblər. Bu həmişə belə olub. Xalqın etimadını qazanmayan adamlara yüksək rütbə və orden medallar verilib. Ölkə keyfiyyətsiz tikintilərlə doludur. Bu hansı inşaatçıları mükafatlandırır görən? Çünki pullar bunun cibinə gedir. Ona görə balıq başdan iylənir. Kim xalqa qarşı düşməndirsə, yüksək rəğbət və hörmətə layiq görülür. Mənzilləri vətəndaşlara satdıqlarına görə əlbəttə, xərclədiyi pulların ən az 5 qatını çıxardıblar. Kim xalqı incidir, xalqı təhqir edir, cibinə girir, prezident onlara şöhrət ordeni verir. Mən sosial evdə yaşamışam. Vallahi nə keyfiyyət var, nə kommunalları normal idi. Yaxşı alver elədiklərinə görə tərəqqi medalı ilə təltif ediliblər.